Salam, cənab investorlar və treyderlər. Səninlə Sistem Guru Markets şirkət haqqında qısa məlumatlarla başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Şirkətin hər bir parametrini daha ətraflı nəzərdən keçirə bilərsiniz. Biz şirkətin cari fəaliyyət göstəricilərini təhlil edəcəyik. Global Business Travel Ticker GBTG. Bu icmal 28 iyun 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifatına görə Guru Markets təşkilat Global Business Travel alt kateqoriyaya aiddir. Recreation Tourism qiymətləndirmədə 16 şirkət iştirak edir. Sözü gedən şirkət üçün ümumi xal 10 baldan -3. Alt kateqoriya üzrə orta bal 2,9 bal. Çox geniş baxsanız, bütövlükdə bütün fond bazarı daxilində. Bütövlükdə ABŞ fond bazarı üçün orta xalın 1,8 olduğunu görürük. Mənfi reytinqə qarşı, şirkət üçün 3 xal Global Business Travel. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Global Business Travel və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. Global Business Travel Group Inc. %1,1 dəyişiklik göstərdi. 38,5% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Global Business Travel 3,8 milyard dollar təşkil edir. Alt kateqoriyanın bazar kapitallaşması 289 milyard dollardır. Şirkətin balans dəyəri 1,1 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kitab kapitallaşması 25 milyard dollardır. Fond bazarı və balans dəyərli səhmləri müqayisə etsək, aşağıdakıları görürük. İşğal olunmuş pay Global Business Travel Group Inc. alt kateqoriyada bazar kapitalizasiyası üzrə qiymətləndirmə 1,68% təşkil edir. Balans dəyəri 4,483% təşkil edir. Təşkilatın bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın maliyyə öhdəlikləri 1,428 milyard dollar təşkil edir. Balans dəyərinə olan borc şirkətin kapitalının 130%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin qiymətləndirilməsi pis -1 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 0-dır. 39 alt kateqoriyasında orta qiymətlə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin qiymət qazanc nisbəti çox pisdir, -2 bal. Son 12 ayda mənfəət -44 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 132 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 1,3-dür. Alt kateqoriya üzrə orta göstərici 4,7-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bazar qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 2,430 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək gəlir göstəricisinin qiymətləndirilməsi pis -1 bal. Satış marjası -1,8%, alt kateqoriya üzrə orta hesabla 15,1%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi keçərli -0,5 bal. İşçilərin sayına görə alt kateqoriyada şirkətin payı 13,576% təşkil edir. Bu, bazar kapitallaşma payından 1171% çoxdur.
Şirkətin bir işçisinə düşən kapitalın məbləği $172.000 bərabərdir. Alt kateqoriyada isə $2.181.000 var. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən mənfəəti -$2,400.000'dır. Alt kateqoriya üçün orta hesabla $70,600. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLET, -0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri $135,000'dır. Alt kateqoriyada $467.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən gəlirin qiymətləndirilməsi, TOLET, -0,5 bal. Qısa mövqe %2,5, alt kateqoriya üzrə ortalama %2,4 ilə müqayisədə. Texniki göstərici RASI 14 şirkət üçün %55 səviyyəsini göstərir Global Business Travel Group Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14, təxminən 64% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $6,46'dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $9,8'dır. Mövcud olan sifarişlər cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində məlumat sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsinə əsaslanır Global Business Travel. Səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi Guru Markets qərar qəbul edilir. Kari video baxış olduğu üçün sifariş açmayın. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hər kəsə çox sağ olun. Guru Markets.